Bir dənə xanım gəlir qəbuluma. Dedi, İradə xanım, mən 10 yaşlı oğlumu sizin qəbulunuza gətirmək istəyirəm. Bəs onu qəbul eləyərsiniz. Dedim, vəziyyət nə yerdədir? 3 gündə uşaq ağlayır və deyir ki, mən sizi görmüşəm ki, papa ilə mama, yəni ki, maşında qəza olur və siz ikiniz də öləcəksiniz. Mən onu görürəm. Deyir, hönkürə-hönkürə uşaq ağlayır, mən onu sakit eləyə bilmirəm. Və mən o saat dedim ki, bəs Kesareva olan uşaq deyilmi? Yəni ki, rəqəmi bilin. Yəni kim necə həyata gətirir uşağını, o şəxsi işidir, mən bura qarışmıram. Özləri bilərlər, yəni ki, o şəxsi həyatdır. Və görürəm ki, uşağın rəqəmində elə yadımdadır ki, hədiyyə olaraq 11 rəqəmi var. Deyəsən 2011-də doğulan uşaq idi. Yadımda deyil, amma yadımdadır ki, 11 rəqəmi var idi, hissiyat. Dedim, mütləq uşağı qəbuluma gətir. Mütləq. Mən o uşağı qəbul etməliyim. Bu kimi 10 yaşlı uşaq oturub deyəsə söhbət eləyirik. Deyirəm ki, vəziyyət nə yerdədir? Deyir ki, İradə xanım, bəs mən hiss eləyirəm ki, atamla anam qəzada rəhmətə gedəcəklər maşının içində. Dedim, neçə vaxt hiss eləyirsən? Dedi, 1 aydır. 1 aydır mən əzab çəkirəm. Mən ona başa saldım və indi burada sizin köməkliyinizlə o boyda insanlara istəyərdim izah eləyəm ki, insanlar qorxmasınlar ki, nə kimi bu vəziyyəti o düzəldə bilər və o içindən olan o hissiyatı və hadisəni dəyişmək kimi nələr eləmək lazımdır ki, bu hadisə olmasın. Əslində qorxularına qalib gəlsinlər də belə deyək. Yəni bu qorxu deyil. Bu həqiqətən hissiyatdır. Necə mən uşaqlıqda hiss eləyirdim ki, anam rəhmətə gedəcək. Yəni ki, bu hissiyat elə-belə insandan gəlmir. Yəni ki, məndə 6 rəqəm var. O da güclü, həm 3 rəqəm var və o hissiyatdır. Onda mən başa düşmürdüm bu hissiyat hardan gəlir. Yəni ki, o mənə möcüzəli gəlir də. Deyirəm ki, xəyalımdır da, bizim beynimə gəlir, nəysə. Amma həqiqətən bu elə-belə deyilmiş. Və biz mən ona başa saldım ki, beynimə denən stop, dur. Deyən, Allah eləməsin. Dualar oxu. Dur. Allah eləməsin. Dualarınızı oxuyun. İxlas, Nas, Fələk. Məsələn, 21 dəfə Ayətəl Kürsü, 21 niyə? Orada görürsünüz 21 yenə olur. Üstəgəl eləyəndə 3 rəqəm. Yəni Allahla təmasda. 99 Allahla təmasda. Ki mən sənə nə olar dəymə valideynlərimə. Yəni zamanı deyil. Bizi tək qoyma. Və o bu eləyəndən sonra artıq 3-4 gündən sonra əlaqə saxladım uşaqla ki, vəziyyət necədir? İradə xanım çox yaxşıdır, mən rahat yatıram, mən sakitləşdim. Və hadisə olmadı. Amma onu uşaq elə-belə hiss eləmirdi, onu da deyim sizə. Yəni ki, burada insanlar bu 11, 6, 3, 9 rəqəmlər olduğu halda onlar çox şeyi hiss eləyirlər. Və burada hissiyatı düzgün idarə etmək lazımdır. Məsələn, mən özüm də hiss eləyirdim ki, oğlum əskərlikdə olanda ki, mənim iyun ayında oğlumun tabutu evə gələ bilər. Yəni, mən onu çox dəhşət hiss eləyirdim və sadəcə deyirdim ki, çox çətin ürəyim tutdu. Mən dua eləyəndə elə demirdim ki, ay dözə bilmərəm. İtirən qadınlar necə dözür? Mən də onlardan olardım. Sadəcə deyirdim ki, onlar Allahın bala çiynində gedim. Yəni ki, mən demirəm ki, ay dözə bilmərəm. Mən demirəm ki, ay belə olaram. Heç nə də olmaram. O qadınlar nə olub ki, mən də nə ola bilərəm? Sadəcə deyirəm ki, nə lazımdırsa, dualarımı oxuyurdum. Mən bir dəfə də ağlamadım Aytən xanım. Mən sadəcə namaz qılıb işarələri gözləyirdim. Allah Taala mənə 3 dənə işarə göndərdi. Və kimin o hissiyatı var, onlar başa düşürlər o işarələri. O işarələri göndərdi və deyəsən mən onu düzgün həll elədim ki, sadəcə oğlumuzun evə gəldiyi məqamda
mən bilirdim ki, nə ola bilər evə çatana kimi. Evə çatandan sonra da o məqam keçdi. Sadəcə evdə qızıma dedim ki, oğlumuz evə girəndə sadəcə mənə yaz ki, o evdədir. Bir də gördüm ki, mən işdə idim. Qızım sadəcə yazdı ki, evdədir. Bu mənə önəmli, bəs idi. Onda mən içəri evə girəndə nəsə biz qucaqlaşdıq, öpüşdük. Birdən o mənə deyir, mama, mən dünən ölməli idim, Allah məni saxladı. Yəni belə bir məqamlar, o elə belə deyil və siz bunu nə kimi, o niyə sizə o hissiyat gəlir? Burada hissiyatdan qorxmaq lazım deyil, bunu həll etmək lazımdır. O hissiyat Allah Taala sizə elə belə göndərmir. O işarələri göndərir ki, siz hiss edirsiniz.